Mən Rüstəmova Nurlanə, Şəmkir rayon Seyfəli kənd sakini. Bugün mən Şəmkir rayonunda fəaliyyət göstərən Su Birliyinin rəhbəri Alim Abbasov haqqında və Kənan Bayramov haqqında danışmaq istəyərdim. Və bu hər iki dırnaqarası məmur Şəmkir rayonunda belə deyək, su artezan quyularında bir çox problemlər yaşadır, vətəndaşları sıxır, vətəndaşların mülkiyyətindən istifadə edərək onların dolayı yollarla şəxsi ciblərinə girirlər. Demək, Su Birliyi, Şəmkir rayonunda fəaliyyət göstərən Su Birliyi Azərbaycan Su Meliorasiya Agentliyindən 1000 kub metrini demək suyun 50 qəpiyə alaraq Şəmkir rayonunda demək 1000 kub metrini 3,57 qəpiyə sataraq oradan gəlir əldə edir. Əlbəttə ki, yəni onların aralarında olan müqavilə, yəni müqaviləyə əsaslanaraq da onlar heç bir öhdəliklərini yerinə yetirmirlər. Yəni onların özlərinin öhdəlikləri var ki, Şəmkir rayonunda hansı artezan quyuları var ki, onlarla belə götürəndə Şəmkirin 60-dan çox kəndi var. Yəni orta hesabla hərəsində bir 8-10 dənə artezan quyusunu hesablasaq, harasa bir 800 neçə dənə artezan quyusu var. Bu artezan quyularında heç bir xidmətlər göstərmirlər və onların hər bir sərfiyyatına görə, 1000 kub metrinə görə 3,57 qəpik pul demək onlara yazaraq, yəni pullarını alırlar. Öhdəlikləri nədir? Vətəndaşın əlbəttə ki, öhdəliyi Su Birliyindən suyu almaq, 1000 kub metrinə 3,57 qəpik ödəmək. Su Birliyinin isə öz öhdəlikləri var ki, hansı ki, orada sərf olunan aqreqatların, yəni yanarsa onların xidmətini göstərmək, yəni kranıdır, aqreqatın təmiridir, kabelin təmiridir və digər hissələrdir ki, onları Su Birliyi öz öhdəsinə götürüb, yəni bir qanunvericiliyə əsaslanaraq, yəni götürüb və onların təmiri ilə məşğul olmalıdır. Bunları bir yana qoysaq, yəni onların digər bir cinayətləri də var ki, bu cinayət demək olar ki, buna onlar vətəndaşları aldadaraq, yəni dolayı yollarla, yəni əlavə gəlir qazanırlar. Bu dolayı yollardan biri də, yəni 2025-də mən bunu araşdırdım, 2026-nın yanvar ayında mən apardım 781 manat, yəni faktlarla danışım ki, 781 manat mən MMC-yə pul keçirdim. MMC deyəndə, yəni bir kod verdilər, hansı ki, bizim artezanın koduydu. Artezanda demək 781 manat pul keçirmişəm Su Meliorasiya Nazirliyinə. Demək, Su Meliorasiya Nazirliyinə mən 781 manat pul keçirmişəm. Yəni, bu da faktdır. Fakta əsaslanaraq da deyirəm. Sonra bizə məlumat verdilər ki, bəs siz keçirdiyiniz pulu biz sizin borcunuz var idi, 2-3 illik borcunuz var idi. Və mən soruşdum Kənan müəllimdən ki, Kənan Bayramovdan, bəs nəyə əsaslanaraq bizim borc olduğumuzu siz ispat edibsiniz? Bizə bildiriblər ki, məhz sizin artezana borcunuz var, su işlədirsiniz, sərf edirsiniz və borcu pulu keçirməyibsiniz. Yəni bir hissəsini keçirirsiniz, bir hissəsini keçirməyibsiniz. Və mən ona sual verdim ki, siz hansı əsasən, yəni pulu tonnajı hesablayırsınız, hansı kilovata əsasən? Bizə bildirdilər ki, biz deməli saatını 32 kilovat hesablayaraq ay ərzində toplanan kilovatı, yəni sayğacı üstündə yazılır, yəni o transformatorun üstündə yazılır. Həmin sayğacın bir ayda nə qədər kilovat sərf elədiyini 32 kilovata bölərək sadə alırıq və sadə da tonnaja vuraraq sizdən pul alırıq. Və mənim əlimdə əsas yox idi, heç bir əsas olmadığına görə də mən həmin günü orada söhbətimi yarımçıq kəsdim və getdim Şəmkir rayon İşıq İdarəsinə və oradan məhz bizim bu artezanın koduna əsasən Seyfəli ŞR 271 A652 sayğacına əsaslanaraq bütün deməli 2-3 illik sayğacın çıxarışını, hər bir ayın çıxarışını aldım və həmin çıxarışa əsaslanaraq da bu gün əlimdə olan sübutlar və bu faktlardır. Bu faktlara əsaslanaraq da mən Kənan deməli Bayramovun Şəmkir cəmaatının, kənd cəmaatının cibinə hansı
yollarla girdiyini sübuta yetirdim və sübutuma da əsaslanmadılar. Dedilər ki, hara şikayət eləyirsən, eləcənəm. Bəli, mən şikayətim əsasında da çıxdım, deməli, Su Meliorasiya Agentliyinin qaynar xəttinə 2 dəfə zəng vurmuşam, bu haqda məlumatımı vermişəm. Sonra çıxmışam Daxili İşlər Nazirliyinə, prokurorluğa qaynar xəttinə, üzr istəyirəm, prokurorluğun qaynar xəttinə çıxmışam. Prokurorluğun qaynar xəttinə də müraciətimi eləmişəm 2 dəfə. Və bu hesabları mən indi artıq sosial şəbəkədə paylaşmaq istəyərdim. Sosial şəbəkələrdə də belə paylaşıram, həqiqətən də, yəni faktlara əsaslanaraq. Bu faktlar nədir? Demək, bunların insanları aldatmağın yolu hansı yoldan istifadə edirlər? Demək, bir ay ərzində bizdə hesablayıblar. Deməli, 27.495 kilovat, bu da fakt, yəni 13.09.2025-ci ildə. 27.495 kilovat. Bizim artizan saatda 45 kilovat yazır. Bunlar da bunu 32 kilovatla hesablayırlar. 32 kilovatla hesablayanda, mən bunların kilovatını 32 kilovatla hesablayıram. Demək, 32 kilovatla hesablayanda 27.495 kilovatı bölürəm onların 32 kilovatını. Sonra bölürəm bir ayımız 30 gündür, yəni 9-cu ay, sentyabr ayı 30 gündür. Bölürəm 30 günə. Burada alınır 28 saat 64 dəqiqəmiz 100-ün da 3-dən 1 deməli hesablayanda 45 dəqiqə eləyir. 28 saat 45 dəqiqə. Mən bunlara sübut edirəm ki, bizim bir günümüz 24 saatdır. Bunlar da hesablayır, öz aləmlərindədir. Mən bunu isbata da yetirdim, hesablamadılar. Daha doğrusu mən onların yanında, Alim Abbasovun yanında da, Kənan Abbasovun yanında da bu haqda hesabatımı apardım. Hesabatımı aparanda, yəni mən faktları da ortaya qoydum ki, məhz burada hesab, yəni günümüz 28 saat yox, 24 saatdır. 45 kilovata böləndə yenə 24 saatımız alır. Halbuki belə götürəndə biz yay ərəfəsində 18 saat su işlədirik, qış ərəfəsində də demək, qış ərəfəsində bizə yəni gün ərzində 2 saat, 3 saat su bəs eləyir. Çünki yəni qış ərəfəsində yağıntılıq olduğuna görə kənd təsərrüfatı bilirsiniz, yəni həmin ərəfələrdə kənd təsərrüfatında yəni əkinçilik olmur. Yəni nadir hallarda göy-göyərti əkirlər, onu suvarmaq üçün lazım olur. Demək, burada bir ay ərzində, hətta mən bir video çəkdim, mən onlara bildirdim ki, yəni siz bu qədər bizə ayda 4000-5000 kilovat artıq yazaraq, yəni vətəndaşların cibinə girirsiniz. Bu fakt bizim, yəni öz kəndimizdə olan, mən onun üzvüyəm, o artizanda baş verən bir prosesdir. İndi Şəmkirdə gör bu qədər artizanlar var, onları hesablasaq gör nə qədər yəni dolayı yolla gəlir əldə edirlər. Demək, artizanın, bir artizanda, yəni şəxsən bizim öz artizanımızda fərq hardasa il ərzində 400-500 manat civarında dəyişir. Bu da Şəmkir üzrə hardasa bir 800-900-ə yaxın artizan varsa, bunda yəqin ki, hər birində bu formada belə deyək də, yəni dolayı yolla pul oğurlayırlar, insanların cibinə girirlər. Mən bu sözdən sonra Kənan Abbasov, Kənan deməli Bayramov, alim müəllimə dedi ki, biz vətəndaşları məhz nəyə görə bu artizanın ərəfəsinə buraxırıq, onlar niyə görür bu kilovatları və ondan bir müddət sonra, yəni mart ayının 6-sı günü 4 nəfər nümayəndə göndərərək bizim artizanın açarını almaq istədilər ki, siz nəyə görə bu artizanın üstündəki sayğacı görürsünüz və sizin gözlərinizi bağlamaq lazımdır, biraz dolayı yolla məcazi mənada desək və sizin cibinizə nə hansı formada giririk onu görməyəsiniz. Əlbəttə ki, göndərdilər nümayəndə istədi ki, həmin deməli artizanın qıfılını qırsın və özləri qıfıl vursun ora. Mən ona yol vermədim, kənd cəmaatı yol vermədi və deməli mən çox xahiş edirəm elə bu videonu da paylaşın və bizim cənab prezidentə çatsın. Təbii ki, bu cənab prezidentin bu dəmir yumruğu bizim bu dırnaqarası erməni deyək, yoxsa bu Yezid Fars mı deyək bunlara, yəni bunların başına nəsə olmasın.
Bəli, bu məmurlar, dırağası məmurlar bizim xalqın cibinə girir. İndiki belə deyək, bu kənd cəmaatını zülm eləyirlər. Mən ona görə də bunun paylaşımını, yayımlanmasını mən buna hər kim qulaq asırsa, çox xahiş edirəm, bəyənib və kütləvi şəkildə paylaşsınlar. Bu bizim cənab prezidentə çatsın.